Murad bəy, bugünkü telefon zəngi çox önəmli idi. O mənada ki, məhz düşənbə görüşündən sonra ilk təmas idi liderlər arasında. Məhz bu təmasla bağlı təşəbbüs də Kremldan gəldi. Vladimir Putin Prezident İlham Əliyevə zəng elədi və iqtisadi əlaqələrdən, ticari əlaqələrdən, logistik əlaqələrdən danışdılar. Layihələr, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təsdiqlədilər öz mövqelərini, maraqlarını. Çox önəmli idi. Burada bir neçə istiqamət var danışacağımız. İlk olaraq istəyirəm ki, məhz bugün həmçinin Amerika Birləşmiş Ştatları Rusiyaya yeni sanksiyalar tətbiq etdi. Daha çox da neft qazı istiqamətində idi bu sanksiyalar. Bu istiqamət üzrə tətbiq edildi və həmin gün, bugün Prezident İlham Əliyev və Putindən zəngin gəlməsi, ticari-iqtisadi əlaqələrin müzakirə edilməsi necə başa düşülməlidir? Ola bilsin ki, siz düzgün toxundunuz. Məhz Amerika Birləşmiş Ştatların növbəti Rusiya qarşı tətbiq olunan sanksiya paketi həmən o telefon zəng üçün də bir stimul idi. Birincisi, gəlin bu sanksiyalar barəsində danışaq. Düşünürəm ki, bu təsir edici bir sanksiyadır. Ona görə ki, bu günləri Rusiya tərəfi Ukraynada müharibəni aparmaq üçün, onun üçün vəsait toplamaq üçün əsas gəlirlərdən biri məhz neft satışı ilə bağlıdır. Və tətbiq olunan sanksiyalar birbaşa olaraq Rusiya üçün neft eksportuna ciddi təsir edici bir addımdır. Nə üçün? İki, Rusiyanın nəhəng neft şirkətləri, biri Rosneft, biri də Lukoil sanksiyalara məruz qalıb. Yəni, bütün dövlətlər, hansılar ki, onlarla əməkdaşlıq edəcəklər, onlardan neft alacaqlar, Amerika Birləşmiş Ştatları tərəfindən ciddi sanksiyalara məruz qalacaqlar. Nəzərə almaq lazımdır ki, Rusiya eksportun neftin deməli, 40%-ni Rosneft verir, 15%-ni Lukoil verir. Yəni, ümumi götürəndə yarısından çoxu, eksportun yarısından çoxu bu sanksiyaların təsirinin altına düşür. Bu birinci məsələ. İkinci məsələ, maye qazı ilə də bağlı. Axı, Avropa tərəfi gələn ilin əvvəlindən tam imtina ilə bağlı artıq məlumatlar yayıb. Yəni, bu addımlar doğrudan da həyata keçirilə bilsə və çox güman ki, artıq biz görürük, Rusiyanın ənənəvi neft alan dövlətlər, bu Hindistan və Çin artıq bildiriblər ki, bu sanksiyaları nəzərə alaraq öz Rusiya ilə əlaqələrinin, bu sahədəki əlaqələrin yerindən baxacaqlar. Məsələn, Hindistanın ən böyük Rusiyadan neft alan şirkəti artıq neft almaqdan imtina eləməyə başlayır. Bəs Azərbaycanla bu istiqamətdə nələr danışılmış ola bilər? Rusiya, Azərbaycanın neft-qaz istiqamətinin əməkdaşlığı hansı formada irəliləyəcək bundan sonraki dönəmdə? Məhz burada Azərbaycan hansı rol oynayır? Bu günləri Rusiya Ukraynada apardığı müharibə nəticəsində bir neçə mallarını satmağa, öz resurslarını satmağa istiqamət müəyyən eləyə bilir. Onlardan da biri İrandır. Bilirsiniz ki, Rusiya bu günləri qaz ixracı ilə bağlı ciddi problemlərlə üzləşir. Ona görə ki, vaxtilə onun əsas qaz alıcısı Avropa idi, onlar imtina ediblər. Və o qazı satmaq üçün biz artıq eşidirdik ki, Rusiya tərəfi İranla danışıqlar aparır, Azərbaycan vasitəsilə İrana qaz ötürülmə məsələsini müzakirə eləyir. Və bu baxımdan məhz Azərbaycanın mövcud olması, Azərbaycan burada vacib bir ümumi istiqamətdə vacib bir faktor kimi Rusiya tərəfi bunu qəbul eləyir və Rusiya tərəfi məcburdur Azərbaycanın vasitəsilə, ona görə başqa vasitələr qalmır. İrana qazı satmaq üçün və İran vasitəsilə başqa regionlara qazı satmaq üçün bu prosesləri, yəni bu qaz xəttinin tikilməsini tezləşdirsin. Çox güman ki, bu məsələdə müzakirələr mövzusu olub. Energetika məsələsi müzakirə mövzusu olub prezidentlər arasında. Bilirsiniz ki, son dövrlər danışıqlar da gedir bu ilə bağlı. Rusiya, Azərbaycan və İran enerji sistemin vasitəsilə birləşdirilmə və Azərbaycan vasitəsilə Rusiya enerjisini İrana ötürmə məsələləri müzakirə olunur. Burada da Azərbaycan vacib faktordur. Yəni, bir çox məsələlər var bu günləri Rusiya üçün həddindən artıq taleyüklü məsələlər, hansını ki, həll eləməlidir və burada Azərbaycanın mövqeyi vacibdir Rusiya üçün. Rusiya tərəfi məcburdur Azərbaycanı
mövqeyini nəzərə alsın. Həmçinin birgə logistik layihələrdən də danışdılar və müzakirələr istiqamətində bu da var. Siz bir qədər toxundunuz təhlilinizə. İstəyirəm daha geniş danışaq bu məsələni. Çünki məhz Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqda logistik layihələrin icrası çox önəmli bir hissədir, çox önəmli bir mövzudur. Məhz düşənbədə müzakirələrdə əməkdaşlıqların, ümumiyyətlə bütün sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi və bu istiqamətdə də təmasların davam etdirilməsi razılığı əldə olunmuşdur. Məhz artıq bu telefon zəngi də onu deməyə əsas verir. Logistik baxımdan birgə layihələr dedikdə daha çox əlbəttə bizim bildiyimiz konkret hissələr var da, paralelində başqa hansı layihələr həyata keçirilə bilər Rusiya-Azərbaycan arasında? Əsas layihə bilirsiniz ki, Şimal-Cənub dəhlizidir. Şimal-Cənub dəhlizin də əsas istiqamətini biz götürəndə, yəni Rusiya ərazisindən Azərbaycan vasitəsilə Azərbaycanın cənubu İranla sərhəddə Astara şəhərindən İran vasitəsilə dəmir yolunun genişlənməsidir. Burada bir problem var. Yəni bizim dəmir yolunun bağlı, modelləşmə ilə bağlı məsələlər yəni qısa bir müddətə həll oluna bilər. Əsas məsələ İran ərazisində olan, İran Astara şəhəri ilə Reşt şəhəri arasında olan şəhərlərin arasında dəmir yolunun tikilməsidir. Uzun müddətdir. Bu danışıqlar gedir. Bəlkə də 10 ilə yaxındır bu danışıqlar gedir. Amma İran tərəfi ənənəvi olaraq hər dəfə söz verir, amma real addımlar atmırdı. Hətta yadınızda da vaxtilə Azərbaycan tərəfi bu təşəbbüslə irəli çıxanda İran tərəfinə kredit də ayırmışdı ki, bu məsələləri həll eləsin. Bu layihələri işləmək olar, falan eləmək olar. Amma nəzərə almaq lazımdır ki, bugün İranla Amerika Birləşmiş Ştatlarının münasibətləri çox gərgindir. Bəli. Və çox güman ki, Amerika tərəfi ola bilər ki, bu xəttə, bu dəhlizə sanksiyalar tətbiq eləyə bilər. Bunu da nəzərdə saxlamaq lazımdır ki, yəni müəyyən dövrdə gedib o tikintinin son anında ola bilsin ki, bunu tətbiq eləsin. Amerikanın Azərbaycana münasibətləri yaxşıdır. Söhbət Azərbaycandan getmir. Söhbət Rusiyadan gedir və İrandan gedir. Başa düşürəm, amma Cənubi Qafqazda əsas rol oynamağa çalışır. Düzdür, İranla da münasibətlər yaxşıdır, amma İranla da dialoq yolumuz hələ də açıqdır deyə bir yola da gətirməyə çalışır. Eləyə bilərmi belə bir addım ata bilərmi Amerika? Bilirsiniz, yəni sadəcə olaraq Rusiyaya sıxışdırmaq üçün məsələ deyim sizə. Bu Lukoyla bağlı Amerika Birləşmiş Ştatları müxtəlif sanksiyalar tətbiq edir. Avropada sanksiyalar tətbiq edir, Böyük Britaniyada tətbiq edir. Amma Lukoyl bilirsiniz ki, Azərbaycanda neft sahəsi ilə birgə əməkdaşlığı var. Məhz Lukoylun Azərbaycanla işlədiyi layihələri, Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsində işlədiyi hissəsi sanksiyalardan azad olunub. Yəni Azərbaycanın maraqlarına gələndə Qərb də, ABŞ da bunu nəzərə alır. Bu baxımdan yəqin ki, əlbəttə ki, Azərbaycanın maraqlarından irəli gəlsə, bu nəzərə alınacaq. Amma Azərbaycanın özünün layihələri var axı. Bizim axı cənab prezident bu yaxında Qazaxstanda da bunu səsləndirdi ki, gələn ilin ortası üçün artıq Azərbaycan tərəfi bütün öz kommunikasiya məsələlərini Azərbaycan vasitəsilə Ağbəndə qədər dəmir yoldur, avtomobil yoldur, bunların hamısını tikib bitirəcək. Bəli. Və bundan sonra artıq Zəngizur koridoru ya Trump yolu necə ürəyimiz istəyir onu adlandıraq, açılması ilə bağlı məsələ qalır Ermənistan tərəfindən asılı. Ermənistan tərəfi də çox güman ki 2008-ci ilə qədər bunu bitirməlidir. 2028-ci ildə. Bilirsiniz, artıq Amerika Birləşmiş Ştatları da bu ilə bağlı müəyyən qrant dairə, əgər səhv etmirəmsə, ilkin qrant 145 milyon dollar Ermənistan tərəfinə ki, bu işləri tezləşdirsinlər. Yəni, əgər Rusiya istəyər İranla əlaqə saxlamağa, məhz bu dəmir yolu ilə biz istər bilirsiniz ki, Ağbənd tərəfdən bizim körpü də tikilir İran vasitəsilə, İran dəmir yolları ilə birləşdirməyə, Naxçıvandan Ordubad vasitəsilə bizim dəmir yollar İranla əlaqəsi var. Bu baxımdan, yəni bizim dəmir yolları vasitəsilə Rusiya tərəfi İranla əlaqələr saxlaya bilər. Həmçinin özümüz də vurguladıq, Amerika Birləşmiş Ştatlarının regionda marağı çoxdur. Ələxüsus ki, Trump marşrutu layihəsi adından da bəlli olduğu kimi. Məhz son dönəmlərdə Amerika Birləşmiş Ştatları rəsmilərinin Azərbaycanla olsun, Ermənistan olsun təmasları da artıb, praktiki addımların atılması ilə bağlı bir çox görüşlər də keçirilir ki, belə olan halda biz artıq deyə bilirik ki, sadəcə olaraq saziş olaraq yox, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda praktiki üstünlüyü də var. İndi o
üstünlüyü də ələ almaqdadır və bu da davam edəcək bu formada. Elə həmin bu mənzərədə Vladimir Putinin Prezident İlham Əliyevə zəngi də heç təsadüfi deyil, elə deyilmi? Məhz Cənubi Qafqazda öz varlıqlarını, öz gücünü, öz təsir imkanlarını qorumağa çalışır Rusiya. Həm Azərbaycanla münasibətlərdə, həm də Rusiya ilə. Bu baxımdan yanaşsaq nələri demək önəmlidir? Şübhəsiz, əlbəttə ki, Rusiya tərəfi son dövrlər öz təsir imkanlarını Cənubi Qafqazda itirdi. Bunun da bir neçə faktordan irəli gəlir. Xüsusi olaraq birinci faktor ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsində bütün resurslarını, istər iqtisadi, istər hərbi, istər siyasi resurslarını xərcləməli oldu və artıq Rusiyanın belə bir imkanları yoxdur ki, Cənubi Qafqaz Respublikasında əvvəllər kimi öz mövqeyini həyata keçirə bilsin. Biz 5 il bundan əvvəl həmən o Trump marşrutu layihəsi yadınızdadırsa, müharibə dayananda Rusiyanın FSB-nin nəzarəti altında həyata keçirilməsi ilə bağlı bir bəyannamə də izahlanmışdı müharibə dayanan dövrdə, yadınızdadırsa, 9-cu bənddə, onu biz çox müzakirə edirik. Amma məsələn 9-cu bəndi heç Azərbaycan tərəfi də, Ermənistan tərəfi də indi yada da salmır və artıq Trump marşrutuna söhbət gedir. Bu bariz nümunədir ki, artıq Rusiyanın təsir imkanları regionda itib və Amerika Birləşmiş Ştatlarının artıq təsiri burada açıq-aydın görsənir. Bəli, Rusiya tərəfi çalışacaq ki, hansısa bir addımlar atsın, öz təsir imkanlarını qorusun, amma reallıq var. İstər siyasi reallıq var, istər iqtisadi reallıq var və istər Azərbaycan, istər Ermənistan bu regionda siyasətini həyata keçirdəndə ilk növbədə öz milli maraqlarından həyata keçirirlər. Bu baxımdan da Azərbaycan tərəfi bizim üçün hansı yol, hansı istiqamət daha da sərfəlidir, onu seçəcəyik. Murad bəy, eyni zamanda bugün məhz Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkinin də açıqlamaları oldu. Bir çox məsələyə toxundu. Biz qeyd etdik müzakirəmizin başındakı məhz bu Ermənistan-Rusiya münasibətləri idi. Eyni zamanda paralel olaraq Avropa İttifaqının Ermənistan üzvlüyü ilə bağlı məsələlər idi. Zəngəzur dəhlizi ilə bağlı da danışdı. Onun bir açıqlaması var. Məhz Rusiya-Ermənistan münasibətləri daha yetkin mərhələyə qədəm qoyubdur. Əlbəttə ki, açıqlamasının davamı da var. İstəyirəm ki, ona nəzər salaq. Məhz biz qrafik təsvirimizdə nələr deyir Rusiyalı diplomat, çox önəmlidir və onun üzərində də fikirlərinizi almaq istəyirəm. Məhz Sergey Kapırkinin açıqlamalarında vurğuladığı hissə var ki, biz dəyişirik, bizi əhatə edən dünya da dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. Dəyişikliklər nəticəsində bu münasibətlər daha yetkin olur. Amma bu, bütün problemlərin həll olduğu və fikir ayrılıqlarının qalmadığı demək deyil. Bu, ölkələrin həyati əhəmiyyət daşıyan iqtisadi, sosial maraqlarına aiddir. Buna görə də müzakirələr aparılır. Bu normaldır. Əsas olan hər iki tərəfdən irəliləyişin olmasıdır. İndi tango bənzətməsi sevilir. Tango üçün 2 nəfər lazımdır. Bu da həmin vəziyyətə uyğundur. Rusiya-Ermənistan əlaqələri təkcə dövlətlər arası münasibətlərdən ibarət deyil. Həm də xalqlar arasında münasibətlər var deyil. Həmçinin deyir ki, fikir ayrılıqları var, amma biz bir də olmalıyıq deyir. Tango bənzətməsindən danışır, özü də deyir ki, bu bənzətmə də sevilir. Bir mesajdır bunun həmçinin də Rusiyadan diplomat vasitəsindən Ermənistana. Çünki bu fikir ayrılıqları da ələxüsus elə indi müzakirəsini apardığımız Trump yolu üzərindədir. Daha sonra Kapırkinin açıqlamalarının davamında da deyir ki, sadəcə olaraq Amerika Birləşmiş Ştatları ilə müzakirə edə bilməzsiniz bu məsələni. Bizim də fikrimiz alınmalıdır. Biz hələ gözləyirik ki, bizə məlumatlar ötürülsün. Nə gözləyirlər? Nə məlumatı gözləyir Rusiya indi Ermənistandan? Bilirsiniz, bir neçə il bundan əvvəl Ermənistandakı Rusiyanın səfiri heç vaxt demirdi ki, bizim aramızda fikir ayrılıqları da var. Hər zaman deyirdi ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur və s. Amma indiki zamanə o qədər dəyişib ki və bundan əvvəl qeyd etdiyim kimi məhz Rusiya təsir imkanlarını itirdiyinə görə səfir sadəcə olaraq diplomatik dillə bu cür izah eləməyə çalışır ki, müxtəlif fikir ayrılıqları. Bəli, fikir ayrılığı ondan ibarətdir ki, Ermənistan tərəfi Rusiyanın təsir imkanlarından çıxmaq istiqamətində fəaliyyətini gücləndirir. Bu, birincisi, Zəngəzur dəhlizi ilə bağlı Amerika Birləşmiş Ştatlarının mövcudluğunu qəbul eləməkdir. İkincisi, Rusiya ilə bağlı hərbi sahədə əməkdaşlıq eləyən müxtəlif təşkilatlarda, müxtəlif hərbi təlimlərdə iştirakına məhdudiyyətlər qoyulmasıdır. Üçüncüsü, Rusiyanın təsir imkanlarını həyata keçirdən müxtəlif qüvvələrə qarşı Paşinyan hakimiyyəti bu günləri çox ciddi tədbirlər görür. Bilirsiniz ki, kilsəyə qarşı və s. Bunlar hamısı, indi səfir bunların hamısını qeyd eləmir. Bir dənə yolla bağlı qeyd eləməyə çalışır. Bəli, yolla bağlı Rusiya tərəfi də hansısa bir təsir imkanlarını göstərmək istəyir. Burada bir neçə məqam var.
məqamlardan da biri ondan ibarətdir ki, məhz o yol, keçən ərazi Rusiyanın sərhəd qüvvələrinin nəzarəti altındadır. Bu məsələ Rusiya tərəfi çox güman ki, Ermənistana təzyiq kimi hər zaman istifadə olunacaq. Bu bir. İkincisi, bugünkü gün Ermənistanın dəmir yolları Rusiyaya tabedir. Bu vacib amildir. Burada bir faktordur. Çox güman ki, Rusiya tərəfi bu amillərdən istifadə edib hansısa bir Ermənistanla siyasi alver eləyəcək və yaxud səfir bir neçə məsələyə toxunub Avropa Birliyi ilə Ermənistanın əməkdaşlığına qarşı fikirlərini söyləyib ki, Avropa Birliyi Ermənistanı uzun dövr sonra qəbul eləyə bilər, amma bu qeyri-realdır. Amma real düyünləri odur ki, siz Rusiya ilə Asiya-Avropa İqtisadi Şurasında əməkdaşlıqdan siz real nəticələr əldə edirsiniz. Bilirsiniz ki, Ermənistan tərəfi Rusiya ilə alverdə bu vergi üstünlüyü, gömrük tarifləri üstünlüyü əldə edir. Bunları nəzərdən keçirdir. Amma burada da Ermənistan tərəfi artıq dəyişikliklərlə nail olub və son, məsələn, cənab prezidentimizin Qazaxstanda verdiyi qərar məhz Qazaxstan buğdasını Azərbaycan dəmir yolları vasitəsilə ilk olaraq Ermənistana çatdırılması, bu özü də bir amildir. Ona görə ki, bundan əvvəl Ermənistan bu buğdanı Rusiyadan alırdı və o buğdanın özü də bir təsir elementi idi. İstənilən vaxtı Ermənistan tərəfinə buna məhdudiyyət qoymaqla, gecikdirməklə və s. təzyiq olunurdu. Bir təzyiq elementindən də məhz Azərbaycanla əməkdaşlıq eləməyin, məhz Azərbaycanla sülhün qurmağının real nəticələri bir Ermənistan görür. Və hesab edirəm ki, addım və addım Ermənistan tərəfi Rusiyadan bu müxtəlif siyasi təzyiqlərdən yayınmağa çalışacaq. Və burada məhz Ermənistan rəhbərliyinin, mən hesab edirəm ki, düzgün addım kimi Azərbaycanla münasibətləri bərpa eləməyə, Türkiyə ilə münasibətləri bərpa eləməyə əsas faktor olacaq ki, Ermənistan doğrudan da müstəqil bir dövlət kimi Cənubi Qafqazda fəaliyyət göstərə bilsin. Murad bəy, amma Rusiya tərəfi artıq 2 gündə arda-arda Ermənistana hansısa mesajlar ötürür. Dünən də Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın bir açıqlaması olmuşdu. O dedi ki, düzdür, bu həbslər məsələsi həm kilsə nümayəndələrinin, həm merin həbsi Ermənistanın daxili işidir. Amma biz yaxından izləyirik bu prosesləri demişdi. Bugün də məhz bir izahat istəyirik Tramp yolu ilə bağlı. Kaprikinin açıqlaması əslində Rusiyanın bu təzyiqlərinin daha da çox artdığını deməyə əsas verir. Siz dediniz ki, məhz Paşinyan doğru siyasət yeritsə, bu təzyiqlərin qarşısını ala biləcək. Amma Rusiya tərəfi təzyiqləri bundan sonra da artıracağı kimi görünür. Ən azından hazırki mənzərə onu deməyə əsas verir. Başqa nələr olacaq? Hazırda diplomatik açıqlamalar səviyyəsindədir bu təzyiqlər. Hesab edirəm ki, Rusiya tərəfi bu günləri bunu ritorika vasitəsilə həyata keçirdəcək. Təbliğatda televiziya və kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək Ermənistana, xüsusi olaraq Ermənistan rəhbərliyinə qarşı və çox güman ki, iqtisadi amillərdən də istifadə edə bilər. Bilirsiniz ki, Rusiyanın təcrübəsində bu var. Müxtəlif dövrlərdə, müxtəlif ölkələrə qarşı onlarla mal dövriyyəsi eləyərkən onların malında güya hansısa bir sanitar epidemiologiya normalarına uyğun olmayan elementlərin tapılması ilə bağlı məhdudiyyətlər qoyulurdu. Amma Ermənistanla inanmıram ki, bu vaxta qədər nəyəsə nail olub, bundan sonra nail ola bilsin. Ona görə ki, lazım olan imkanları bu tərəfdən istər Türkiyə, istər Azərbaycan verə bilər. Artıq Azərbaycan birinci nümunəni göstərdi. Buğda ilə təminatını Azərbaycan öz ərazisi tərəfindən təmin elədi. Bu da vacib amildir. Lazım olar qazla təmin eləmək, bunu da həyata keçirdə bilərik. Tək ki, Cənubi Qafqazda sülh olsun, tək ki, Cənubi Qafqazda əmin-amanlıq olsun və qarşımıza qoyduğumuz bütün bu layihələri, iqtisadi layihələri, kommunikasiya layihələri biz həyata keçirdə bilərik. Ona görə ki, bu su kimi istər Azərbaycana, istər Ermənistana lazımdır inkişaf üçün. Çox sağ olun Murad bəy. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və önəmli dəyərləndirmələr üçün. Sağ olun.